Vektorlar və koordinatlar mövzusunun növbəti başlığına baxırıq. Vektorun koordinatları, uzunluğu, cəmi, fərqi və ədədə vurulması. Birinci sual. A vektoru və B vektoru verilmişdir. A çıxılsın B vektorun komponentlərini tapın. A çıxılsın B vektoru tutaq ki, hər hansı bir C vektoruna bərabərdir və bu C vektorunun komponentləri A'dan B'ni çıxırıqsa, A'nın komponentlərindən B'nin komponentlərini çıxırıq, uyğun komponentləri. Yəni 1-dən 3 çıxırıq, -2, -3-dən 1 çıxırıq, -4 bu şəkildə olur. Sonra növbəti sual, ikinci. İkinci sualda eyni sadəcə üstəgəldir, vektorların cəmidir. Bu səfər tutaq ki, bir D vektoru alınır və bu D vektorun komponentləri A ilə B'nin uyğun koordinatlarını toplayırıq. 1 ilə 1-i topladıq 2, 2 ilə -2-ni topladıq 0. 2, 0. Üçüncü, vektorun uzunluğunu tapın, modula, mütləq qiyməti. Kök altında x kvadratı və y kvadratının cəmi, yəni 9-un kvadratı və 12-nin kvadratını toplayırıq. Bu da 15-in kvadratına gəlib çıxır, yəni kökdən də çıxacaq 15 y-ləndi. Eyni şey 4-cü sualdadır, özünüz yazarsınız. Vektorlardan hansı vahid vektordur? Vahid vektor uzunluğu, mütləq qiyməti, yəni modulu 1-ə bərabər olan vektordur. Yəni uyğun koordinatlarının kvadratları cəmi 1 edən hansıdır ona baxaq. Məsələn, burada 1 üstəgəl 1 eləyəcək, 2 olmaz. 1 üstəgəl 0 elədi 1, demək ki, budur. Heç digərlərinə baxmağa ehtiyac yoxdur. 6-cı eyni sualdır, vahid vektor soruşur yenə bizdən. 7-ci vektorun mütləq qiyməti, yəni uzunluğu yenə eyni qayda ilə modul deməkdir bu mütləq qiymət. Kök altına 3-ün kvadratı ilə 4-ün kvadratını toplayırıq. Bu da 25 edir. Bundan da 5 çıxır. 8-ci sual da eyni şəkildə burada 10 eləyəcək. Gəldik 9-cu suala. 9-da nə deyir? A vektoru və B vektoru verilir. Bizdən 2A çıxılsın 3B vektorun komponentlərini istəyir. 2A'nın komponentlərini tapaq. Vektorun ədədə vurulmasıdır. Həmin bu ədədi vektorun komponentlərinə, yəni koordinatlarına vururuq da. 2-ni vurduq 4-ə 8, -1-ə vurduq -2. 3B vektoru, 3-ü vururuq B vektorun komponentlərinə, -6 və 15 eləyir. Bu səfər bunları çıxırıq bir-birindən. 2A çıxılsın 3B vektorunun komponentləri, tutaq ki, bir x vektoru alınır. X vektorun komponentləri 8-dən -6 çıxırıq 14, -2-dən 15 çıxırıq -17. 14, -17. 10-cu sualda eyni tip sualdır. Sadəcə bu səfər toplama var arada, görürsünüz. 11. X vektoru m ilə n-in cəmidir. Y vektoru m ilə n-in fərqidir. 3-də 1 x çıxılsın y. -3-də 1 x-in yerinə yazırıq m üstəgəl n. Çıxılsın y-in yerinə yazırıq m çıxılsın n. Nötrcəni açaq. -3-də 1 m çıxılsın 3-də 1 n. Çıxılsın m üstəgəl n. -3-də 1 m, bu da -m, elədi -3-də 4 m. -3-də 1 n müsbət n, üstəgəl, bu da 3-də 2 n eləyəcək. 1-dən 3-də 1 çıxırıq, -3-də 1-dən 1 çıxırıq. -3-də 4 üstəgəl 3-də 2, yəni B bəndi. 12 də eyni tip sualdır, özünüz yaza bilərsiniz. 13, lambdanın hansı qiymətlərində 3, 2 lambda vektorunun uzunluğu 5-ə bərabərdir. Yəni, A vektorunun mütləq qiyməti 5-dir. Bu nə deməkdir? Kök altında 3-ün kvadratı üstəgəl 4 lambdanın kvadratı. Bu bərabərdir 5-ə. Yəni, bundan söhbət gedir. İndi bunun kvadratı yüksəldir 25. 9 üstəgəlik 4 vurulsun lambda kvadratı bərabərdir 25-ə. 4 vurulsun lambda kvadratı bərabərdir 25-dən 9 çıxdıq 16-ya. Hər tərəfi də 4-ə böldük. Elədi 4 demək ki, bundan da kök alsaq, plus minus 2, müsbət -2 olanda olur. Növbəti sual. 14 də eyni tip sualdır. Bu səfər 4 kök altında 14-ə bərabərdir. Kvadrata yüksəldəcəksiniz. 16 vurulsun 14 kimi. 15. 2, -3, -1, 1 nöqtələri verilmişdir. CD vektorunun, yəni bu artıq vektorun başlanğıc və son nöqtələri deməkdir. CD. 2, -3'dür bunun koordinatları. D'nin koordinatları buradan yazıram. -1, 1'dir. CD dediyinə görə D sondur, C başlanğıcdır. O zaman CD'nin biz komponentlərini axtarırsa, sondan başlanğıcın koordinatlarını çıxırıq. CD vektorunun komponentləri -1-dən 2 çıxdıq, -3, 1-dən -3 çıxdıq, 4. -3, 4 olmuş olur. 16 da eyni qayda ilə
Keçdik biz digər suala, yəni 17-yə. K-nın hansı qiymətində vahid vektor olar? Vahid vektor modulu vahidə bərabər olandır. Elə kvadratı da vahidə bərabərdir. Yəni bunların kvadratları cəmi eləməlidir 1. 3K-nın kvadratı 9K kvadratı, 4K-nın kvadratı 16K kvadratı bərabər olmalıdır 1-ə. 25K kvadratı bərabərdir 1-ə, K kvadratı bərabərdir 25-də 1-ə. K bərabərdir plus minus 5-də 1 və ya 0,2 də deyə bilərik. 18 də onun kimi sadəcə burada fəzada olduğuna görə bir də x, y, z də var. Uzunluğunu tapın. Modul A bərabərdir. Kök altında 5-in kvadratı, mənfi 12-ni elə müsbət 12-nin kvadratı eləyəcək, üstəgəl 0-ın kvadratı. Bu da 13-ün kvadratı eləyir bunların cəmi. Kökdən də çıxacaq 13 yenəndir. 19-da eyni şəkildə kvadrata yüksəldib kök alacaqsınız üçünü də. Vektorun uzunluğu 5-dir deyir. Yəni kök altında x kvadratı, üstəgəl 3-ün kvadratı, üstəgəl 4-ün kvadratı bərabərdir 5-ə. Yəni x kvadratı, üstəgəl 9, üstəgəl 16 bərabərdir 25. Bunlar islah olur. X kvadratı bərabərdir 0-a, x bərabərdir 0-a. X-in 0 qiymətində. 21-ci sual da eyni qayda ilə uzunluğu 10-dur. Y-in 0 qiyməti olacaq onsuz da. Özünüz baxa bilərsiniz. Vektorların cəminin komponentləri. Fəzada olsa da yenə A vektoru ilə B vektoru tutaq ki, bir x vektorunu əmələ gətirir. Komponentlərin uyğun koordinatlarını toplayırıq. Mənfi 2 ilə mənfi 1-i topladıq 1. Mənfi 3 ilə 2-ni topladıq mənfi 1. 4 ilə mənfi 2 topladıq müsbət 1. 1 mənfi 1, 1. Yəni C bəndi. Eyni 23-də onun kimi, 24-də çıxılmasıdır, çıxacaqsınız. Bunlara baxmaq istəmirəm, keçirəm. Digər sual, yəni 25. Yenə fərq edən, bir dənəsində fərqini yazım. A çıxılsın B vektorunun komponentləri, tutaq ki, bir Y vektoru əmələ gəlir. 3-dən 3 çıxdıq 0, uzunluğunu istəyir. Mənfi 2-dən 1 çıxdıq, mənfi 3, 5-dən 4 çıxdıq 1. İndi uzunluğunu istəyir. Modulda y bərabərdir kök altında 0, üstəgəl 9, üstəgəl 1. Bu da eləyəcək kök altında 10. Cavab D bəndi. Burada da vektorun uzunluğunu istəyir. Yazaq. 4A üstəgəl B. Birinci 4A'nı tapaq. 4A vektoru. Bunun komponentləri mənfi 1-i 4-ə vurduq. Mənfi 4, 1-i 4-ə vurduq. Müsbət 4. B vektorunun komponentləri də 1, 3-dür. İndi bizdən bunların cəminin uzunluğunu istəyir modulda. Elə modulda C deməkdir. Birinci bir C vektoru olaraq bunu bir təyin edək. Ondan sonra. Yəni çox getdi. Ev yox, yazım tezdən. Nədir bu? 4. B vektorun komponentləri 1, 3 olduqdan sonra 4A üstəgəl B vektoru C vektorunu verir bizə. Bunun da komponentləri mənfi 4-dən 1-i topladıq. Mənfi 3, 4-dən 3-ü topladıq. 7. İndi bunun uzunluğunu istəyirsə, kök altında 3-ün kvadratı 9, üstəgəl 7-nin kvadratı 49. Bərabərdir kök altında 58 olmuş olur. 27. 27 də eyni qayda ilə, sadəcə bu səfər biraz çıxma ilə verildi. Eyni şeydir. 2A çıxılsın B vektoru tapaq indi. 2A vektorun komponentləri, demək 2-ni vurduq 1-ə 2, 2-ni vurduq mənfi 1-ə mənfi 2, 2-ni vurduq 2-yə 4. B vektoru da olduğu kimi qalır hələ ki, mənfi 1, mənfi 6 və 4. İndi bizdən 2A çıxılsın B vektoru deyirsə, onun uzunluğu, tutaq ki, bir dənə bir D vektoru alınır. Birinci bunları bir komponentini tapaq D-nin. 2-dən mənfi 1 çıxdıq 3, mənfi 2-dən mənfi 6 çıxdıq 4. 4-dən də 4 çıxdıq 0. D vektorunun mütləq qiyməti uzunluğu kök altında 3-ün kvadratı, 4-ün kvadratı və 0-ın kvadratı. Bu da eləyəcək 5. Eyni şəkildə 28 var. Özünüz yaza bilərsiniz. Keçdik digər suala. Cəminin mütləq qiyməti yenə eyni qayda ilə A üstəgəl B-nin mütləq qiyməti sözlə verir bu səfər. Fərqi nədir ki? Birinci bunun bir tapaq komponentlərini 1 ilə 1-i topladıq, 2, 2 ilə 1-i topladıq, 3. Modul x bərabərdir kök altında 4 üstəgəl 9. Yəni kökün altında 13. Yəni görürsünüz, burada da eyni şeydir. Təkrar suallar çoxdur burada artıq.
Yenə 31 də təzədən ədədə vurulması və komponentin tapılması. Tutaq ki, bir x vektorudur. İndi 2a vektorunun komponentləri 2 vurulsun 2, 4, 2 vurulsun mənfi 1, mənfi 2, 2 vurulsun 4, 8. B vektoru 3, 0 və mənfi 2. İndi bizdən x vektorunu istəyir. Bunları çıxırıq. 4-dən 3 çıxdıq, 1. Mənfi 2-dən 0 çıxdıq, mənfi 2. 8-dən mənfi 2 çıxdıq, 10. 1, mənfi 2, 10. 5B vektoru deyə bunu düzəldək. Bura 15 eləyir, bura 0 eləyir, burada mənfi 10 eləyir. İndi bunu tapaq. 5'ə vurmadan hesablamışdım. X vektoru, indi bunları çıxırıq bir-birindən. 4-dən 15 çıxdıq, mənfi 11, mənfi 2-dən 0 çıxdıq, mənfi 2, 8-dən mənfi 10 çıxdıq, 18 olmuş olur. Mənfi 11, mənfi 2, 18. 32. Deyir ki, A vektorun komponentlərini tapaq. Birinci A vektorun bu başlanğıcı, bu da sonu təyin edirik. İndi başlanğıc nöqtəsi tutaq ki, A nöqtəsidir. A nöqtəsinin koordinatları mənfi 3, 0-dır. Buna da B nöqtəsi deyək. B nöqtəsinin koordinatları 0, mənfi 2-dir. İndi bizdən AB vektorunun komponentlərini istəyirsə, 0-dan mənfi 3 çıxırıq, müsbət 3, mənfi 2-dən 0 çıxırıq, mənfi 2 olur. 3, mənfi 2. Eyni qayda ilə digər sual 33-də də yazaq. Bu A nöqtəsidir tutaq ki, bu səfər belə yazıram. 0, 2. Bu da B nöqtəsidir. 3, 0. Bu səfər BA vektorudur. BA vektorun komponentləri A-dan B-ni çıxırıq. 0-dan 3 çıxdıq, mənfi 3. 2-dən 0 çıxdıq, 2. Mənfi 3, 2 olmuş oldu bu səfər. 34-cü sual. M-in hansı qiymətində vektorların uzunluqları bərabər olar? Yəni, modul A bərabərdir, modul B istəyir bizdən. M-in yerinə nə yazsaq? İndi, modul A bərabərdir. Kök altında 4 çıxılsın M kvadratı, üstə gəl 3-ün kvadratı. Modul B bərabərdir. Kök altında 5-in kvadratı, üstə gəl M, üstə gəl 2-nin kvadratı. İndi, modul A budursa, bir-birinə bərabərləşdirək bunları. Kök altında 4 çıxılsın M kvadratı üstə gəl 9. Bərabər olmalıdır. Kök altında 25 üstə gəl M üstə gəl 2-nin kvadratına. Ətəb kvadratı alaq. Kvadratı yüksəldək. 4 çıxılsın M kvadratı üstə gəl 9. Bərabərdir. 25 üstə gəl M üstə gəl 2-nin kvadratı. Açaq indi hər iki tərəfdən mötərizəni. 4 çıxılsın M-in kvadratı 16. Çıxılsın 8M üstə gəl M kvadratı, üstə gəl 9 bərabərdir. 25, üstə gəl M kvadratı, üstə gəl 4M, üstə gəl 4. Buradan M kvadratları islah oldu. 8M keçirəm o tərəfə 12. 12M bərabərdir. 25 ilə 4, 29 keçirdi bu tərəfə. 20, 16-dan da 20, yəni burada 25-dir, 29 çıxanda 25-dən mənfi 4 qalmış olur. M bərabərdir, mənfi 4 bölünsün 12 və ya mənfi 3-də 1 avəndi. 35-də eyni tip sualdır. Özünüz yaza bilərsiniz. Biz AB vektorunun moduluna baxaq. AB vektorunu tapmaq istəyiriksə, demək, başlanğıc adı son B-dir. Sondan başlanğıcı çıxırıq. Komponentlərini tapaq birinci. Ondan sonra modulsuz halı hələ. Mənfi 5-dən 0 çıxdıq. Mənfi 5. 4-dən 2 çıxdıq. 2. İndi modulda AB bu səfər bərabərdir. Kök altına. Mənfi 5-in kvadratı 25. 2-nin kvadratı 4. Yəni, kök altında 29. Eyni şey 37-ci sualdır. İndi bizə nə verib? 38-də deyir ki, A üstə gəl B-nin uzunluğu 17-dir. Birinci A üstə gəl B vektorun komponentini tapaq. Tutaq ki, bir C vektorudur. Bunun komponenti 5 dənə 3-ü topladıq. 8, 7 ilə də M-i toplayırıq. 7 üstə gəl M. İndi modulda C bərabər 17. Yəni, kök altında 8-in kvadratı üstə gəl 7 üstə gəl M-in kvadratı və bu bərabərdir 17-yə. İndi kvadrata yüksəltsək, alınır ki, 64 üstə gəl 7 üstə gəl M kvadratı bərabərdir 289-a. 7 üstə gəl M kvadratı bərabərdir 289-dan 64 çıxdıq 225-ə. O zaman belə yaza bilərik birbaşa. 7 üstə gəl M ya 15-dir, ya da 7 üstə gəl M mənfi 15-dir.
O zaman burada m olur 8, burada da m olur mənfi 22. 8 və mənfi 22. Yəni A bəndi. 39 eyni tip sualdır. Yazın. A çıxılsın B, tutaq ki bir D vektorudur və bu B'dir. Bu da D vektorudur. Birinci bunun komponentini tapaq. Mənfi 2-dən 3 çıxdıq, mənfi 5, digəri də olacaq m çıxılsın 1. Və bunun kvadratı, kök altında 5-in kvadratı 25, üstə gəl m çıxılsın 1-in kvadratı və bu bərabərdir 13-ə. İndi kvadrata yüksəldirik. 25 üstə gəl m çıxılsın 1-in kvadratı bərabərdir 169-a. Yenə m çıxılsın 1-in kvadratı bərabərdir 169-dan 25 çıxdıq 144-ə. O zaman yenə hər iki tərəfdən kök alsaq m çıxılsın 1 ya 12-dir ya da mənfi 12-dir. M çıxılsın 1 burada m 13 eləyir, burada da mənfi 11 eləyir. Mənfi 11 və ya 13 olarsa uzunluqları, bunun uzunluğu 13 eləyəcək. Gəldik 40-cı sual. ABCD paralelogramın diagonalları O nöqtəsində kəsişir. AB vektorunu AO vektoru A vektoru olarsa, BO vektoru da B vektoru olarsa, AB vektorunu bunlarla ifadə edir. Ona da bir X vektoru deyək. Görürsünüz, burada üçbucaq qaydası var. Üçbucaq qaydası ilə vektorun toplanması. Yəni, X ilə B-nin cəmi A-ya bərabərdir. X üstə gəl B bərabərdir A-ya. O zaman X bərabərdir A çıxılsın B-yə. Belə yaza bilərik. 41 də eyni tip sualdır. Burada baxaq görək necə işarələyirik. Bizdən yenə BA vektorunu istəyir, X vektorunu. AO vektoru bu A vektorudur. BO vektoru da B vektorudur. Buradan da görürəm ki, bax, bu ikisi X ilə A-nın cəmi B-dir və ya B-dən X-i çıxmaqla A-ya bərabər olmuş olur. Üçbucaq qaydasına görə ikisi də bir nöqtədən çıxır. Bunların sonlarını birləşdirir. İstiqamət də B-yə doğru olursa, demək ki, A bərabərdir B çıxılsın X-ə. X bərabərdir B çıxılsın A-ya. C bəndə olmuş olur. 42-də vahid vektor olarsa deyir. M-i tapın. Vahid vektor, yəni koordinatları cəmi 1-dir. M kvadratı üstə gəl 25-də 9. Uzunluğu 1-ə bərabərdir. O demək ki, kvadratları cəmi də 1-dir. Kvadrata yüksəldəndə. 25-də 9 bərabərdir 1-ə. M kvadratı bərabərdir 1 çıxılsın 25-də 9. Bu da eləyir 25-də 16. O zaman M bərabərdir plus minus 5-də 4. Bu şəkildə yaza bilərik. 43-cü sual. 43-də də eyni qayda ilə vahid vektordur deyir. Özünüz yazarsınız. 44-də nə deyir? Burada artıq yer açaq. Bir dənə burada yazaq. Bizə nöqtələr verib. AC vektoru ilə heç bu çəkməyə ehtiyac da yoxdur. Bizə AC vektoru ilə BD vektorunun modulunu istəyir. Birinci AC vektorunu bir təyin eləyək. AC vektorunun komponentləri demək, başlanğıc A-dır, sonu C-dir. C-dən A-nı çıxırıq. 7-dən 2-ni çıxdıq, 5. 9-dan 4-ü çıxdıq, o da 5. Bu AC vektoru oldu. İndi BD-ni təyin eləyək. BD də başlanğıc B-dir, son D-dir. 16-dan 6-nı çıxdıq, 10. 8-dən 5-i çıxdıq, 3. İndi bunların ikisinin cəmi lazımdır bizə. AC ilə BD vektoru, tutaq ki, bir X vektoru verir bizə. İndi toplayaq. 5 ilə onu topladıq, 15. 5 ilə 3-ü topladıq, 8. İndi bizə bu X vektorunun modulu lazımdır. Mütləq qiymət. Kök altında 15-in kvadratı, üstə gəl 8-in kvadratı. Bu da 289 eləyəcək. Yəni, bundan da kök çıxır 17. Cavab 17. 45. MN vektorunun uzunluğu. Birinci M nöqtəsinin koordinatlarını təyin edək. Başlanğıc nöqtəsi 2, 0-dır. N nöqtəsinin koordinatları mənfi 2, 4-dür. İndi bizə MN vektoru deyirsə, MN vektoru. Sondan başlanğıcı çıxırıq. Mənfi 2-dən 2 çıxdıq, mənfi 4, 4-dən 0 çıxdıq, 4. İndi bunun mütləq qiyməti, uzunluğunu axtarırıq. Bərabərdir. Kök altında 4-ün kvadratı, üstə gəl 4-ün kvadratı. Bu da 32 eləyir. 16 vurulsun 2 kimi yazsaq, 4 kök altında 2 eləyəcək. Yerəndə. 46-cı sual. 46 da eyni tip sualdır. Yazın. A vektorunun koordinatları, nöqtənin koordinatları mənfi 2, 0-dır.
B nöqtəsinin koordinatları 3, 5'dir. Görürsünüz, x-i 3, y-i 5'dir. 3, 5'dir. Bizdən AB vektoru deyirsə, demək ki, sonu 3B-dir, başlanğıcı A. 3'dən -2 çıxdıq, 5, 5'dən 0 çıxdıq, o da 5. Bizdə AB-nin uzunluğunun istədiyinə görə kök altında 5'in kvadratı üstə gəl 5'in kvadratı 25, o da 2'dən 25 var. 5 kök altında 2. 47. C nöqtəsi ABCD paralleloqramının AD tərəfinin orta nöqtəsidir. Çəkək bir dənə paralleloqram burada. Bu da bizim paralleloqramımız. İndi A, B, C və D. C nöqtəsi AD'nin orta nöqtəsi. Tutaq ki, bura. Bunlar bir-birinə bərabərdir. Ondan sonra BC vektorunu, BC-ni birləşdirdik. DA A olarsa, AB də B olarsa, bunlarla ifadə eləyin deyir. İndi DA A'dırsa, bura G'dir. Bu ortadan böldüyünə görə, bura olur onda 2'də 1A. Buna da x vektoru desək. Görürsünüz, belə üçü də bir-birindən ardıcıl birləşir. Biz bu vektorun, yəni bu x vektorunun istiqamətini dəyişsək, məsələn, bu şəkildə bir vektor çəkim bunu, bu şəkildə istiqamətini dəyişsək, bu olur -x. Buna x demişik axı. Bu olur -x. Niyə belə elədim? 2'də 1 ilə B-nin cəmi bizə -x verir. B-nin cəmi -x vektorunu verir. Amma bizə x vektoru lazımdır. Hər tərəfi -1'ə vururuq. X bərabərdir. Olacaq -2'də 1A çıxılsın B. Bu şəkildə. -2'də 1A çıxılsın B. Ondan sonra digər sual. 48 də onun kimi sualdır. Özünüz yaza bilərsiniz. 49'a baxaq biz. ON və OM vektorunun komponentlərini tapın. Birinci ON'i təyin edək. N'in koordinatları 2, 5'dir. O 0, 0 olduğuna görə ON'in koordinatları elə 2, 5 olmuş olacaq. Ondan sonra OM, M'in koordinatları nöqtənin koordinatları -5, -1 olduğuna görə elə OM vektorunun komponentləri də -5, -1 olacaq. Bizə nə istəyir? Cəmi, M vektoru bunların cəmidir. M vektorunun komponentləri -2 ilə -5'i topladıq, -3, 5 ilə -1'i topladıq, 4. -3, 4. Devrəndi. Növbəti sual. Demək, 50-ci sual. 50 də eyni tip sualdır, görürsünüz. Yazın bunu da yaxşı. Demək, M'in koordinatları -1, 5, N'in koordinatları 4, -1'dir. Bizə OM və ON vektorlarının cəminin komponentləri. Birinci ON'in komponentini tapaq. ON. N'in son nöqtəsi N'dir deyə, yəni ON'də. N'in komponentləri, koordinatlarından onun koordinatlarını çıxırıq. 4'dən 0 çıxdıq, 4, -1'dən 0 çıxdıq, -1. Üstə gəl bir də OM var. OM'in koordinatları, demək, bu da elə olduğu kimi -1, 5 eləyəcək. Bunların cəmi tutaq ki, bir y vektorudur. Onda uyğun koordinatları toplayırıq. 4 ilə -1, 3, -1 ilə də 5, 4. 3, 4 olmuş olur, yəni yerləndi. Növbəti sual 51. Bizə A vektoru və B vektoru veribdir. K-nın hansı qiymətinə 3A üstə gəl B vektorunun uzunluğu 17'ye bərabər olar. Birinci 3A üstə gəl B vektorunun bir koordinatlarını təyin edək. 3A vektoru koordinatları bu səfər bunu 3'ə vururuq. 15 və 15, 3K bir də -6 eləmiş olur. B'nin koordinatlarında olduğu kimi yazın burada. 2, 15 və 6 da bu. İndi bizə 3A üstə gəl B lazımdır. 3A üstə gəl B yenə tutaq ki, hər hansı bir x vektorudur. Onda bunun komponentləri 15 ilə 2'ni topladıq. 17, 3K ilə 15'i toplayırıq. 15 üstə gəl 3K. Bir də -6 ilə 6'ını topladıq 0. İndi bunun uzunluğu 17'ye bərabərdir. Yəni modul x bərabərdir 17'ye. Modul x nəyə bərabərdir? Kök altında 17'nin kvadratı üstə gəl 15 üstə gəl 3K-nın mötərizə kvadratı. Və bu bərabərdir 17'ye. Bunun 17 olması üçün məlum məsələdir. Kvadrata yüksəldək. Yəni buranın birbaşa 0 deyəcəkdim. Kvadrata yüksəldək. 17'nin kvadratı bərabərdir. Buradan söhbət gedir.
15 üstəgəl 3K-nın kvadratı, üstəgəl 17-nin kvadratı. Bunlar islah olur. Demək ki, 15 üstəgəl 3K bərabərdir 0 olmalıdır. 3K bərabərdir mənfi 15-ə, K bərabərdir mənfi 5-ə. K-nın mənfi 5 qiymətində. 52-ci sual. OX oxu ilə 60 dərəcəlik bucaq əmələ gətirən vektorun bu ox üzərindəki proyeksiyası kök 3-dür. Buradan çəkirəm təxminim. Bu x, y oxu. Tutaq ki, belə bir vektorumuz var. Və OX oxu ilə, bu x-dir, üzr istəyirəm. Bu x-dir, bura y-dir. Bura 60 dərəcədir. Və bunun bu şəkildə çəkdikdə proyeksiyası, x oxu üzərindəki proyeksiyası da bu olur. Proyeksiyası kök 3-ə bərabərdir deyil. Bura 90, bura 60 isə bura 30 olmuş olur. 30-un qabağındakı kök 3 isə 90-ın qarşısındakı 2 kök 3-dür. Bunun uzunluğu. Bu da elə vektorumuzda bizim vektorun uzunluğunu istəyirdi. Bu da 2 kök 3 olur. OX oxu üzərində 30 dərəcəlik bucaq əmələ gətirir. Eyni qayda ilə 53-cü sualda da bu səfər 30 dərəcəlik bucaq əmələ gətirən vektordan söhbət gedir. Bu vektorun ox üzərindəki proyeksiyası 3-ə bərabərdir. Yəni, bura 60-dır, bu 90-dır, bu da 30 verilib bizə. 60-ın qabağındakı 3-dürsə, 30-un qabağındakı 3-ü bölürük kök 3-ə, kök 3-dür. 30-un qabağındakı kök 3-sə, 90-ın qabağındakı bu səfər 2 kök 3-dür. Yenə eyni şey gəlib çıxdı. 54-cü sual deyir ki, A və B vektorun koordinatları verilibdir. X vektorunun uzunluğunu istəyir bizdən. Birinci bir x vektoru nədir, onu bir təyin edək. Baxırıq ki, bu iki vektor da ikisi bir nöqtədən çıxıb, yəni başlanğıc nöqtələri eynidir. X bunları birləşdirib və istiqamət 3A üstəgəl B-yədir. Demək ki, x vektoru bərabərdir 3A üstəgəl B. Bilirik ki, hər zaman fərq vektorunun istiqaməti azalan vektoruna doğrudur. 2A çıxılsan B vektoru, yəni 3A üstəgəl B azalanlı deyə belə olur. Mötərizəni açırıq. 3A üstəgəl B çıxılsın 2A üstəgəl B. Buradan görürük ki, x vektoru bərabər olur. 3A-dan 2A çıxdıq. A üstəgəl 2B-yə. İndi, bax, biz bunu axtarırıq. Birinci A üstəgəl 2B-nin koordinatlarını tapaq. Buradan demək, A 3-dür. 2B-ni buradan yazın. 2B eləcək 12 və 24. İndi A 3, 4-dür. 2B 12, 24. 3 ilə 12-ni toplayırıq 15. Mənfi 4-dən 24 toplayırıq. Bu da olur 20. İndi x vektorunun uzunluğu bərabərdir. Kök altında 15-in kvadratı üstəgəl 20-nin kvadratı. Bu da 25-in kvadratı eləyəcək. Yəni kökdə çıxacaq 25. Cavab eləyəcək A bəndi. Digər sual 55. Mərkəzi O nöqtəsində olan və əmsalı K bərabərdir 2 olan homotetiyada mənfi 2, mənfi 1 nöqtəsi hansı nöqtəyə keçər? Yəni, burada belə bir şey göstərim. Bu deməkdir ki, mərkəzi O nöqtəsində olan 3, mənfi 2. Tutaq ki, bir dənə də A nöqtəsi var. Mənfi 2, mənfi 1-dir. Bu deməkdir ki, K da 2-dirsə, bu məsafə 2 dəfə artır. Özü qədər də uzanır. Və bu o deməkdir ki, A nöqtəsi, mənfi 2, mənfi 1 nöqtəsi hansı nöqtəyə çevirilər dediyim. Bu nədir? Yəni, bu məsafələr bir-birinə bərabərdirsə, 2 dəfə uzanması o demək. A nöqtəsi orta nöqtədir. Bura elə bir nöqtədir ki, elə bir koordinatlardır ki, bunların uyğun koordinatları cəmi, bax, bizə burada mənfi 2, mənfi 1 verir. Yəni, məsafə 2 dəfə artıb. K bərabərdir 2 o deməkdir. O-dan olan məsafəsi. A-nın O ilə məsafəsi ilə, burada tutaq ki, B deyək. B-nin O ilə məsafəsi arasındakı nisbət 2-dir. O-A ilə O-B arasındakı məsafə 2-dir. Yəni, bu orta nöqtədir də qısacası. 3-ün üstünə x gəlib yarıya bölüb mənfi 2 alırıq. 3 üstəgəl x bölünsün 2 bərabərdir mənfi 2. Yəni, 3 üstəgəl x bərabərdir mənfi 4-ə, x bərabərdir mənfi 7-yə. Mənfi 2 ilə y-i toplayıb 2-yə bölüb mənfi 1 alırıq. Mənfi 2 üstəgəl y bərabərdir mənfi 2-yə, y bərabərdir 0 olmuş olur. Yəni, koordinat olur D, mənfi 7, 0. 56-cı sualda da 55 ilə demək olar ki, eynidir. Orada da belə bir şey edirik. Nisbətlərlə yaza bilərik. Yəni, necə? Məsələn, mərkəzi O nöqtəsidir. Mənfi 4, 3. Bu A nöqtəsi olsun, 2, 5. Bu da B nöqtəsi olsun, x, y. Şimdi bizə deyir ki, K bərabərdir 3
olan homotetradır. Yəni OA məsafəsi ilə OB məsafəsi arasında 3 dəfə fərq var. O zaman OA məsafəsi, yəni 2 üstə gəl 4, yəni birinci B-dən başlayaq. Yəni koordinatlar fərqini deyirəm. X üstə gəl 4 bölünsün 2 üstə gəl 4-ə bərabərdir 3. Eyni şəkildə y üstə çıxılsın 3, bu da mənfi 4 idi deyə çıxanda müsbət edir. Bölünsün 5 çıxılsın 3-ün nisbəti də 3-dür. Buradan x-i tapa bilərik. Buradan alırıq ki, x üstə gəl 4 bərabərdir 6, 3-ə vurduq 18, x bərabərdir 18-dən 4 çıxdıq 14. Y çıxılsın 3 bərabərdir 5-dən 3 çıxdıq 2, 3-ə vurduq 6-ya, y bərabərdir 6 ilə 3-ü topladıq 9. Yəni 14, 9 nöqtəsinə keçirik. Digər sual. 57-də deyir ki, BM-in MC-yə nisbəti 3-ün 1-ədir. Yəni, bura 3K-dırsa, bura K-dır. Və bizən də AD-nin A vektoru, AB-nin B vektoru olduğunu deyirdik. DM vektorunu təyin edin bu şəkildə. DM vektoru istiqamətdə belədir. Bunlar paralel olduğuna görə bir-birinə. Bu istiqamətdə belə, bu da belə bu formada. Yəni, bura B vektorudur. Bura K, yəni 4K A-ya bərabərdirsə, buradan yazıram. K bərabərdir A bölünsün 4. Bax, bu K bərabərdir A bölünsün 4. Və B vektoru, buna X vektoru desək, B vektoru bu X ilə K-nın cəminə bərabərdir. X üstə gəl K bərabərdir B-yə. X bərabərdir B çıxılsın K-ya. K-nın da yerinə 4-də 1 A yazsaq, olur. B çıxılsın 4-də 1 A olmuş olur. Görürsünüz, yevəndir. Eyni 58 də onun kimidir. Özünüz yazarsınız. 59. A üstə gəl B vektorun modulunu istəyir. İndi A vektoru bura qədər kök 7, elə bunun uzunluğu kök 7-dir. Bunun uzunluğu, buradan yazıram. Modul A, bizə modul, onların təkcə modulları yox, cəmli modulları lazımdır. Onun üçün nə edəyik? Biz buradan əslində 9 üstə gəl Pifagor teoremini də tətbiq edib yaza bilərik. Çünki Spizak qaydasına görə də budur. Kök 7-nin kvadratı üstə gəl mənfi 3-ün kvadratı 7, 9, 16 eləyir. O da bura bir x vektoru desək, x vektorun modulu bərabər olur 4-ə. Ya da ki, belə düşünməliyik. Bunun koordinatları nədir? Kök 7, 0-dır. Bunun koordinatları nədir? 0, mənfi 3-dür. Cəmin istəyirsə, uyğun koordinatlarını toplayırıq da nə eləyir? Kök 7 ilə mənfi 3 edir. Yenə də eyni şey gəlib çıxır. Bunların koordinatlarını toplayıb, kvadrata yüksəldib toplayıb kök alacaq. O da eləyəcək 4. Elə bəri başdan belə də yaza bilərik. Eyni şəkildə 60. Artıq bizə cəm deyirsə, bunu birləşdirsək, parallelogram qaydasına görə, Spizak qaydasına görə fərqi yoxdur. Bunların cəmi olmuş olur. Uzunluqdan söhbət gedir. 12, 9-dursa eləyəcək 15. Pifagor teoreminə görə. Ondan sonra 61. AB üstə gəl AD bərabərdir M vektoruna. Parallelogram qaydasına görə AB və AD vektorlarının cəmi böyük diaqonala bərabərdir. AC-yə bərabərdir. O zaman A-ın parçasının uzunluğunu istəyirsə, AC-nin uzunluğunu tapaq, yarıya bölək. AC-nin uzunluğu da bax, buna görə tapırıq. M vektoru ilə AC vektorudur. Bunun uzunluğu kök altında 5-in kvadratı və 12-nin kvadratıdır. 13-ün kvadratı eləyir. Onda yarısı AM bərabərdir. 13-ün yarısı 6,5-ə. 62-ci sual. Mərkəzi koordinat başlanğıcı və əmsalı 2 olan homotetriyada A nöqtəsi və B nöqtəsi verilibdir. Bunlar uyğun olaraq A1 və B1 nöqtələrinə keçirsə, A1 və B1 parçasının uzunluğunu tapın. Koordinat müstəvi çəkməyə ehtiyac yoxdur. 0, 0 budur. Tutaq ki, bu bizim A nöqtəmizdir. 5, 2-dir və 2 dəfə homotetriya əmsalı 2-dir. 2 dəfə uzanır. Onsuz da 0, 0 olduğuna görə demək ki, bu koordinatlar 2 dəfə artır deməkdir. Bura 10, 4 oldu. Bu A1. Tutaq ki, bir dənə də belə bir nöqtə. Elə buradan götürürəm. Buradan da uzatdıq. Bura qədər B nöqtəsidir. Məsələn, 0,5 ilə mənfi 4-də budur. Bu da 2 dəfə uzanır məsafə. Onda gəlib düşəcək bura B1. Bu da 2 dəfə artır. 1, mənfi 8 olmuş olur. İndi bizdən A1, B1 arasındakı məsafəni istəyir. A1, B1. 2 nöqtə arasındakı məsafə düşdürür. Demək, 10-dan 1 çıxırıq 9-un kvadratı, 4-dən mənfi 8 çıxırıq 12-nin kvadratı. Bu da bərabər olur 15-in kvadratı edir, kökdən çıxır 15.
63. Eyni qayda ilə bunu özünüz yazarsınız. Burada da 2-də 1-dir əmsal, yəni 2 dəfə azalacaq bu nöqtələr. Ondan sonra da onlar arasındakı məsafəni tapırsınız. 64. Vektorlar verilibdir. X, Y vektorunun uzunluğunu tapın. Vahid vektorlar. Bunlar ikisi də vahid vektordur. Vahid vektor odur ki, koordinatları cəmi, yəni koordinatların kvadratları cəmi 1-ə bərabərdir. Modula bərabərdir 1. O deməkdir ki, x kvadratı üstə gəl 0-ın kvadratı üstə gəl 1-in kvadratı bərabər olmalıdır 1-ə. Demək ki, x 0-dır. Modul B də bərabərdir 1-ə. Demək, bu da 0,6-ın kvadratı, yəni %36. Üstə gəl y kvadratı üstə gəl 0 kvadratı, bu da 1-ə bərabərdir. Onda y kvadratı bərabərdir. 1-dən çıxırıq 0,36-nı 0,64 eləyir. Y ya müsbət 0,8-dir, ya da mənfi 0,8-dir. Bizdən x, y 0, 0,8 və ya 0, mənfi 0,8 fərqi yoxdur. Bunlardan hansı biri olur olsun, uzunluğun istədiyinə görə C vektorudur. İstər mənfi, istər müsbət, onsuz da sabit olacaq qiymət. Kvadrata yüksəldiğinde müsbətə çevirir. Modul C bərabərdir. Kök altda 0-ın kvadratı üstə gəl. 0,8-in kvadratı %64. O da 0,8 eləyəcək. Bax, bu vektorun uzunluğu. 65 də eyni qayda ilə özünüz yaza bilərsiniz. 66-nı yazaq. 66-da nə deyir bizdə? Deyir ki, A çıxılsın B üstə gəl C vektorunun uzunluğunu tapın. Birinci buradan bir vektor arasında üçbucaq qaydası ilə bir əlaqə tapaq ondan sonra. Bu A vektoru, bu da C vektoru. Görürsünüz, A vektoru ilə C vektorunun fərqi bizə B vektoruna bərabərdir. A çıxılsın C bərabərdir B-yə. Bunu gətirib burada istifadə edə bilərik. A çıxılsın B üstə gəl C bərabərdir. B-nin yerinə A çıxılsın C yazıram. A çıxılsın A çıxaq C üstə gəl C. Açsaq mötərizəni, A çıxılsın A, üstə gələcək, üstə gələcək. A-lar islah olur, qalır 2C. Bizdən 2C-nin, yəni bunun uzunluğu, A çıxılsın B üstə gəl C-nin uzunluğu elə 2C-nin uzunluğu deməkdir. C-nin uzunluğunu tapaq, vuraq da 2-yə. Yəni 2 vurulsun modulda C deməkdir. C-nin başlanğıc və son nöqtəsi var. İndi özünün komponentlərini tapaq. 9-dan mənfi 3 çıxırıq 12, 6-dan 1 çıxırıq 5. O zaman modulda C bərabərdir. Kök altında 12-nin kvadratı və 5-in kvadratına. Bu da bərabərdir. 13-ün kvadratı elədiyinə görə kökdən də 13 çıxacaq. O zaman bunu da burada artıq istifadə edə bilərik. 2 vurulsun 13, yəni 26 edəcək. 67-ci sual. Uyğunluq suallarıdır artıq. Uyğunluğu müəyyən edin deyir. İliyək. Baxaq görək, görürsünüz, ikisinin kvadratları cəmi 1-dir koordinatların, bunun da kvadratları cəmi 1-dir. Demək ki, uzunluqları bir-birinə bərabərdir. 1-ə A variantı uyğun gəlir. A bərabərdir 3B-yə. Əgər B-nin koordinatı ilə A-nın koordinatlarının nisbəti 3 edirsə, 6 bölünsün 2, 14 bölünsün 4, 3 edir. Bəli, A bərabərdir 3, yəni tərsinə, burada B bərabər 3A-ya. Belə olacaq C. Burada baxaq indi. B bərabərdir 2A. Görürsünüz, bu da bura gəlmiş olur. Bu heç birinə getmədi. C. A bərabərdir 3B, heç birinə getmədi. Ondan sonra A və B vahid vektorlardır. Bəli, bu da D. Bura gəlmiş olur. 68 eyni qayda ilə bunu təyin edə bilərsiniz. Eyni tip sualdır çünki. 69-a baxaq. X bərabər daha üstə gəl B, Y bərabər daha çıxaq B olarsa uyğunluğu müəyyən edin. O zaman birinci gəlin belə bir şey deyək. X üstə gəl Y bərabərdir. Bunları toplayaq. A üstə gəl B ilə A çıxaq B ilə toplasaq. B'lər islah gedir, qalır 2A-ya. X çıxılsın Y. A üstə gəl B ilə A çıxılsın B ilə çıxsaq, bu da üstə gəl B eləyir. A-lar islah gedir. Bu səfər 2B olmuş olur. Birinci bunları təyin edək. Demək, 2A nə zaman oldu? Bunları toplayanda. 2B nə zaman oldu? Bunları çıxanda. İndi X vurulsun Y-ə baxaq. X vurulsun Y bərabərdir. A üstə gəl B vurulsun A çıxaq B. Bu da eləyir A kvadratı çıxılsın B kvadratı. Yəni C də bura uyğun oldu. A, B, 0 heç biri olmur. 70 eyni qayda ilə, burada əmsallar da var deyə biraz fərqli görünür. Yazıq bərabər. Demək, nə istəyir? 2 vurulsun X üstə gəl Y. Birinci, bax bu X-i 2 vurulsun X-i tapaq. Eləyəcək 4A çıxılsın 2B.
Aha, indi hesablayaq. 2x üstəgəl y bərabərdir. 4a çıxılsın 2b üstəgəl y-in qiyməti. A üstəgəl 2b. 2b-lər islah gedir, qalır 5a. Varmı 5a? Var. Birinciyə uyğun gəldi. İndi mənfi x üstəgəl 2y. 2y-i buradan təyin edək. Eləyir 2a üstəgəl 4b buradadır. Mənfi x də bunların əksi. Demək, mənfi 2a üstəgəl b, üstəgəl 2a üstəgəl 4b. Bu səfər a'lar islah getdi, qaldı 5b. Bu da ikinciyə uyğun oldu. İndi özlərini toplamaq. X üstəgəl y. 2a çıxılsın b, üstəgəl a, üstəgəl 2b. Buradan heç nə islah getmir. Qalır 3a üstəgəl b, bu da d variantı. Bu da gəldi 3-ə aid oldu. Başqa da yoxdur. 71-ci sual. AB vektoru üçün uyğunluğu müəyyən edin. Eləyək. Birinci, hər biri üçün AB'nin koordinatını tapaq. AB vektorunun koordinatı, yəni komponenti B'dən A çıxırıq. 1-dən mənfi 1 çıxdıq, 2. 3-dən 0 çıxdıq, 3. Mənfi 2-dən 4 çıxdıq, mənfi 6. Ondan sonra ikinci, AB vektoru komponentləri 0-dan 6 çıxdıq, mənfi 6. Mənfi 5-dən 1 çıxdıq, mənfi 6. 1-dən mənfi 2 çıxdıq, 3. Üçüncü, yenə AB vektorun komponenti. 0-dan 3 çıxdıq, mənfi 3. 6-dan 0 çıxdıq, 6. Mənfi 3-dən 1 çıxdıq, mənfi 4. Baxaq görək hansılardır. Mənfi 6, mənfi 6, 3 ikinciyə aiddir. 2, 3, mənfi 6 birinciyə aiddir. Mənfi 3, 6, mənfi 4, bu da üçüncüyə aiddir. İndi AB 9-dur, AB 7-dir. Baxaq görək hansında ödəyir. Burada birinciyə aid. Kök altında 2-nin kvadratı 4, üstəgəl 9, üstəgəl 36. Baxaq görək nə eləyir. 13, 36, 49 eləyir. Bu da elədi 7. Varmı 7? Var. Bu birinciyə aid olmuş oldu. Digərini yoxlayaq. İkinci, kök altında 36, 36 və 9. Baxıram, 72, üstünə 9 gəldik, 81. Bundan nə çıxır? 9 çıxır. Bu da ikinciyə aid olmuş oldu. Belə. Keçdik 72. 72 də onun kimidir. 73. 0, 0 olarsa uyğunluğu müəyyən edin. AC bərabərdir BC-yə. AC bərabərdir BC-yə. O demək ki, C orta nöqtədir. C orta nöqtədirsə, birinci üçün C-nin orta nöqtəsi. Mənfi 3-dən 7-ni topladıq, 4, 2-yə böldük, 2. 7 ilə 9-u topladıq, 16, 2-yə böldük, 8. Sonra ikincidə C. Mənfi 4-dən 10-u topladıq. Bunu biz orta nöqtə kimi də qeyd edə bilərik. Orta nöqtə olmaya da bilər, amma orta nöqtə kimi eləsək daha rahat görəcək biz bunu. Çünki ancaq bu şəkildə verir. İndi nədir burada? Mənfi 4 ilə 10 topladıq 6, yarısı 3. 6 ilə 8-i topladıq 14, yarısı 7. Üçüncü üçün C nöqtəsi. Mənfi 5 ilə 13, 8, yarısı 4. 8 ilə 14, 22, yarısı 11. İndi buna uyğun OC-ni, BC-ni hesablayaq. OC vektoru. OC vektoru. OC vektorunun koordinatı birinciyə görə. Birinciyə görə OC vektorunun koordinatı 2, 8-dir elə. İkinciyə görə OC vektorunun koordinatı 3, 7-dir. Üçüncüyə görə OC vektorunun koordinatı elə 4, 11-dir. Çünki onun koordinatları 0, 0-dır ona görə. Burada varmı? Baxaq. A variantı gedəcək üçüncüyə aid. Elə buradan yazıram. A variantı 3-ə aiddir. Sonra 2, 8 var burada. C oldu birinciyə aid. 3, 7, Y də oldu ikinciyə aid. Qaldı BC. CB. İndi CB-ni təyin eləyək. CB. B-dən C-ni çıxırıq. 7-dən birinciyə uyğun deyirəm. 7-dən 2-ni çıxdım 5. 9-dan 8-i çıxdım 1. Varmı? Var. Görürsünüz, bu B gəldi birinciyə uyğun oldu. Sonra 7, 1. Bu da ikincidə görünür. İkinci üçün CB-ni təyin eləyək. B-dən C-ni çıxırıq. Ondan 3-ü çıxdıq 7. 8-dən 7-ni çıxdım 1. Yəni B-dən C-ni çıxırıq o mənada. CB 7, 1. Bu da ikinciyə aid olmuş oldu. Demək 1-ə BC, 2-yə D'yə, 3-ə A. 74 də onun kimidir. Özünüz yazarsınız inşallah. İndi 75.
Diaqramda verilənlərə əsasən 2A üstə gəl 3B vektorunun komponentlərini tapın. Tapaq. Birinci A-nın komponentlərini bir təyin edək. Nə var burada? Demək 4, sonra Y oldu 8, Z oldu 3. B'nin komponentləri 7, ondan sonra 5 və 6. İndi nə deyir? 2A. 2A-nı təyin edək. 8, 16, 6. 3B-ni təyin edək. 21, 15 və 18. İndi bunları toplamaq lazım. 2A üstə gəl 3B tutaq ki, alınır bir C vektoru. 8 ilə 21-i topladıq, 29. 16 ilə 15-i topladıq, 31. 6 ilə 18-i topladıq, 24. Növbəti sual 76. Görürsünüz, eyni tip sualdır. Bu səfər 3A üstə gəl 2B-dir. Özünüz tapa bilərsiniz. 77. Buradan bir yer açaq. Bizə homotetya misalı var. Rahat yazaq. İndi deyir ki, O nöqtəsinin koordinatları buradan yazıram. 5, 2 və 1'dir. A nöqtəsinin koordinatları 0, -2 və 7'dir. A' nöqtəsinin koordinatlarını tapın. K da 3'tür. Aha. Demək ki, OA arasındakı məsafə ilə A1 arasındakı məsafə 3 dəfə fərq var. Demək, OA, A'dan onun əmsal koordinatlarını çıxırıq. Birinci A1 ilə onu hesablayın. Bölünsün OA, bu 3 deməkdir. Bütün uyğun koordinatlardır. İndi baxaq. Buna X, Y və Z deyək də. X çıxılsın 5, bölünsün 0 çıxılsın 5 bərabərdir 3'ə. Yəni X çıxılsın 5 bərabərdir -15'ə, X bərabərdir -10'a. Bu birinci. Sonra Y çıxılsın 2, O1A. OA1 daha doğrusu. Sonra bölünsün -2 çıxılsın 2. Bu da bərabərdir 3'ə. Buradan alırıq Y çıxılsın 2 bərabərdir -12. Y bərabərdir -10. Bu da -10 elədir. Sonra Z-ə baxırıq indi. Demək, Z çıxılsın 1 bölünsün 7 çıxılsın 1 də 3'tür. Yəni Z çıxılsın 1 bərabərdir 6'nı 3'ə vurduq. Neçə eləyir? 18. Z bərabərdir 19. Bizdən nə istəyir? Deyir ki, koordinatları cəmi -10, -10 və 19 eləyəcək -1. Sonra növbəti sual 78. Eyni tip sualdır. Görürsünüz, da onu özünüz yazarsınız. 79'a baxaq biz. Deyir ki, M vektoru AB çıxılsın CB çıxılsın DC vektorudur və bunun uzunluğunu istəyir bizdən. İndi AB vektoru çıxılsın CB vektoru çıxılsın DC vektoru. Birinci AB vektorunu təyin edək bir koordinatları, nə də nöqtələri. A'nın koordinatı -1, 2. Görürsünüz, bunlar 1 vahiddir hər biri. -1, 2. B'nin koordinatları yuxarısına yazın. Bura 2, 3 olarsa 1, 2, -1 yox, müsbət 1 daha. 1, 2, 3, 4, 5 də buradadır. C'nin koordinatları bura gəlib düşəcək. İndi bunu hesablayaq. Bura neçə idi? 3, 4, 5, 6, 7. C'nin Y-i 1, 2, 3, 4, 5, 6 da buradadır. Buraya da demək 7, 6. İndi D'nin koordinatlarına baxırıq. Demək 8, 9 bura düşmüş olur. 5, 4, 4 da bura düşmüş olur. Bu da oldu 9, 4. İndi buradan bir yer açalım. Şimdi AB vektorun komponentləri demək 3'dən 1'i çıxırıq 2 müsbət 1'də. 5'dən 2'ni çıxdıq 3. Bu AB. BC vektor CB daha doğrusu. Özü görürsünüz, çaşdırmaq üçün CB verir, amma istiqamət BC'dir. Demək CB deyirsə burada çaşdırır. CB vektorun koordinatı B'dən C'ni çıxırıq. 3'dən 7 çıxdıq -4. 5'dən 6 çıxdıq -1 olmuş olur. Ondan sonra DC vektoru. Yenə DC, amma istiqamət C'də verib. Baxın, yanlış verib şəkildə. DC vektoru. Bu səfər C'dən D'ni çıxırıq. 7'dən 9 çıxdıq -2. 6'dan 4 çıxdıq müsbət 2. İndi bunların bir-birindən fərqi. AB çıxılsın CB, çıxılsın DC.
Aha. İndi bu bərabərdir n vektoru. İndi bunun komponentine baxaq. 2-dən mənfi 4 çıxırıq, mənfi 6. Mənfi 2-də çıxdıq, mənfi 4. 2-dən mənfi 4 müsbət 6. Üzr istəyirəm, düzəldirəm. 2-dən mənfi 4 çıxdıq, müsbət 6. Ona da mənfi 2 çıxdıq, müsbət 8. 3-dən mənfi 1 çıxdıq, 4. 2 çıxdıq, 2 də burada. İndi bizə deyir ki, bunu hesablayın. Hesablayaq indi. N vektorun uzunluğu kök altında 64 üstə gəl 4. Yəni kök altında 68. Bu da 4 vurulsun 17 yazsaq 2 kök altında 17 eləyəcək. Bu da 79. 80'ə baxaq. 80 də eyni tip sualdır. Özünüz yazarsınız.